X -2, X -4, X -6-da cəmi 40 elektron varsa, X atomunun nüvəsinin yükünü müəyyən edin. Hər 3 ion eyni elementindir. Ona görə də hər 3 elementin sıra nömrəsi, yəni proton sayı eynidir. A ilə işarə eləsək, onda birinci iyondakı elektron sayı X -2, yəni 2 elektron alıb, onda A + 2, X -4 4-ünü itirib, A-4, X -6 da 6 elektron itirib, o da A-6 olsa, bax bu üçünün cəmi 40-a bərabərdir. Deməli, A + 2 + A-4 + A-6 40-dır. 3A bərabərdir. Deməli, -4, -6, -10, -2, -8, sağ tərəfə də keçəcək 48. A da olacaq 48/3, 16. D bəndi.